Saatler tam gece yarısını gösterirken şehrin bütün ışıkları söndürülmüş ve beklenmeyen an gelmişti. 20 Yanvar Meydanı ve şehrin her yanında silahsız insanların kendi halkının üstüne ağır silahlarla ateş açan, tank süren bir Sovyet devleti vardı artık. Işıklar söndürülenden sonra o tanklar meydana daxil olmağa məhv keçmiş. Mətbuat prospekti deyirlər. Oradan tanklar başladı daxil olmağa və qaranlıqda onda böyük bir projektor işıqla cəmaatın, xalqın üstünə bax belə gəzdirməklə, yəni hardansa kimsə nəsə atsa birinci onları vursunlar. O tanklar içəri girən kimi, inandırım sizi indi təsəvvür edin, meydan dolu insanlar. O tank girir və əzib keçir. Meydana girməklə özü də çox idi. Yəni, bir tank deyildi. Arxayca gəlirdilər həmin o. Və girdikcə silahlardan başladılar atış açmağa. Əlbəttə ki, dinç xalq, orada qadın da vardı, qocası da vardı, uşağı da vardı. Xalqa qırıldılar. Gördüm ki, sarı, qırmızı, yaşıl şən, mən dedim şən yatırlar. Sonra çıxdım bayra çıxanda qonşular dedi ki, hara gelsən? Dedim uşaqlar orada, dedik baxaq. Güllə demə, bu güllədir, biz bilmirik, birinci dəfə belə şey görmüş. Gəldik çatanda, metro çatmamış, gördüm ki, bir oğlan yıxılıb. Qaldırdım, gördüm bizim qonşuda lotçuk vardı, onun kürəkəni də ayağından yaralıdır. Tank üstündən keçir insanı. İnsanın üstündən keçir, tankı əzə-əzə keçir. Baxmır çocuk, baxmır xanım, qadın. Bir dəfə döndüm, yuxarı baxdım, bir də gördüm nişancılar. Evlərin üstündə, həmin o yataqxananın üstündə nişancılar oturub. Hərbi evlər isə boşalıb. Evlərin içində də yenə də nişancılar oturublar. Artıq cəmaatı hər tərəfdən vurmağa başladılar. Onlar silah atırdı, mən bilmirdim nə ilə cavab verim. Yəni, mənim üçün çətin idi ki, əli boş. Silah olsa əlbəttə ki, mən istifadə edirdim. Xalqıma təcavüz edirdim. Ölən öldü, qaçan qaçdı, yaralanan yaralandı. Yəni, orada elə bir vəziyyət yarandı ki, dəhşətli bir mənzərə idi, çox dəhşətli bir mənzərə. Gördüm, projektorda həmin işığı göndərdilər mənə tərəf və ateş açdılar. Mənə də o beynəlxalq aləmdə qadağan olunmuş güllələrdən istifadə olundu, partlayıcı güllələrdən. Və ayağımdan dəydib, ayağımı dağıtdı. Çox dəhşətli bir hadisəydi. Əli boş balaların üstünə tankla gəldilər, biçdilər onları. Tank mənim üzbəyüz, mənimlə qarşı-qarşıya dayanıb, oradan məni tankın üstündən vurdu. Vurdu məni, ayağımdan vurdu, sonra mən görürdüm ki, çəkiləm, məni arxadan atdılar, vurdular və bütün mənim arkadaşlarımı, dostlarımı, mənimlə olan insanları hepsini kurşunladılar. Dəhşətli səslər gəlirdi, qışqırtılar. Çox ağırdı. Tanışmaq ağırdı. Yəni, həmin hadisəni yaşamaq çətin. Güllə dəydi qolumdan, bilmədim güllə dəyməyə. Güllə, yəni ağır hiss elədim, möhkəm. Qaçmağa başladım, məcbur oldum, qaçanda daldan deməyəcəkdi. Mən yıxıldım. Kimi tankın altında qaldı, kimi güllə alıb yerindəcə keçindi. Və oradan məni əllə qaçırdılar, yəni 2 nəfər tanımadan bir insan idi, qollarında xəstəxanaya çatdırdılar. Həmin vaxt heç bir çağırış olmadan biz xəstəxanaya gönüllü olaraq bütün həkimlər, mən və mənim yoldaşlarım xəstəxanaya gəldik və burada dəhşətli mənzərənin şahidi olduq. Həmin vaxt xəstəxanaya biz gələrkən xəstəxanada olan elektrik
cəryanı kəsilmişdi. Demək olar ki, işıqla təmin olunmurdu və çoxlu miqdarda yaralılar daxil olmuşdu və hamısı güllə yaralanmaları, ağır yaralılar. Gece boyu katliam yapan Alfa grubu sabah saatlerinde Bakü'den geri çekildi. Yerine başka askerler getirildi ve koca bir şehir mateme büründü. Çox böyük dərsdir, ona görə Şübhədə yeganə oğul itirmişəm. 14 yaşında uşaq itirmək çox həddindən artıq böyük dərs. Şəhid olmaq da hər adama qismət olur. Baxmayaraq onu alsın. Benim için 20 yanvar bugün. Resmi açıklamalara göre 20 Ocak olaylarının kanlı bilançosu 3 çocuk, 4 öğrenci, 5 kadın, 119 erkek olmak üzere 132 şehit idi. Ama halk arasında şehit sayısının daha fazla olduğu, dünyadan gizlendiği kanaati hep yaşadı. Yani şehit adı, müqəddəs adı, İslam'da müqəddəs adı olduğu için biz özümüzü aşağı sındırmamalıyız. Ben şehit adı kimi diyorum ki, heç şey deməməli ki, çocuk zəhmətə getdi, herkes 50 oldu, mən 50 oldum, hamı başını yüksək tutmalıdır. O gün yeri gəlsə barəm eləmək lazımdır ki, biz azad olmuşuz bu şeytanlardan. Ve şehit cenazeleri milyonların parmak uçlarında ebedi istirahatgahlarına yürüdü. Hem de manalı bir yere. 1918 yılında Azerbaycan'ın bağımsızlığı için şehit olmuş Türkiye'li ve Azerbaycanlı şehit kardeşlerinin bulunduğu yere. O günün şehitliği komünist dönemde yok edilerek güya dostluk parkı yapılmıştı. Şimdi yeniden Şehitler Hiyabanı, yani Şehitler Bahçesi adını aldı. Cennet bahçelerini hatırlatarak. Bağımsız Azerbaycan Devleti'nin temellerinde 1918 şehitlerinin, 20 Yanvar şehit ve gazilerinin, Karabağ ve düşman işgalindeki diğer bölgelerin şehitlerinin de kanlarının olduğu asla unutulmamalıdır. İşgal altındaki bütün Türk toprakları da